Yalan böyük günahdır. Düzdür? Çox böyük günahdır. Yalan şərabdan da pis günahdır. Amma deyir ki, yer var ki, orada yalan danışmaq olar. İki nəfəri barışdıranda, görün sevgi nə qədər mühümdür. İki nəfəri barışdıranda gəl ona yalandan denən ki, dünən filan kəsi gördüm, səni yaman tərifləyirdi. Adam da ölürək tərif üçün. Doğrudan biraz kinindən getdi ürəyindən. Bir dənə yalan buna danış, bir dənə yalan ona danış. Bu yerdə ya, başqa yalan danışmaq olmaz. Bu yerdə icazə verir Allah. Danış, bunları barışdır. Bu yerdə deyir olar. Çünki insanları birləşdirirsən. Heç kəsdə, məsələn, elə bir söz görünür də ki, adam da olması desin, bu nə pis iş gördü. Görürsünüz, yaxşı iş elə yaxşı işdir. Yalanda olsa yerindədir deyə, kim də işitsə deyir, elə halaldır buna. Yalan nə qədər iğrənc şeydir, amma burada iğrənc görünmür, fikir verirsiniz. Görürsünüz, elə yaxşı görünür. Çünki işin mahiyyəti gözəldir, işin mahiyyəti yaxşıdır.